realdırmı? Dövlət İmtahan Mərkəzinin sektor müdürü Xanlar Xanlarzadə ilə danışırıq. Xanlar bəy, xoş gördük. Sabahınız xeyirli olsun. Sabahınız xeyirli olsun. Mən də sizə eyni zamanda tamaşaçılarımızı salamlayıram. Təşəkkür edirəm. Çox sağ olun dəvətimizi qəbul ediniz belə bir vacib mövzuda. İndi iddialar var ki, bu il imtahanlar daha çətin salıb, xüsusən tarix fənni, bir-iki digər fənlərin adı çəkildi. Əslində burada fərqli yanaşmalar ola bilər də. Mən bunu 3 kateqoriyaya böldüm. Birincisi ola bilər ki, Dövlət İmtahan Mərkəzinin imtahanda saldığı suallar Təhsil Nazirliyinin məktəbdə keçdiyi dərsliklərdə ümumiyyətlə olmayıb. Yəni çətin adlandırmaq bu birinci bu kateqoriya ola bilər. İkincisi, ola bilər ki, bu suallar məktəbdə tədris olunub. Amma daha çox məntiqi təfəkkür tələb edən formada olduğu üçün biz bunu çətin adlandırmışıq. Bu da bir versiyadır. Bu zamanda artıq burada təhsil sisteminin bir qədər problemləri ortaya çıxır ki, biz uşaqlara niyə məntiqi təfəkkür aşılaya bilməmişik ki? Üçüncü bir versiyanı mən belə özümdə qiymətləndirdim ki, ola bilər ki, suallar o qədər də böyük məntiqi təfəkkür tələb eləməyib. Ola bilər ki, suallar və suallara ehtiva edən məlumatlar məktəbdə də tədris olunub. Amma sual tipləri fərqli salınıb. Biz də adətən sual əzbərləməyə meyilli olduğumuz üçün, sual tipləri fərqli olduğu üçün bunu biz çətin adlandırmışıq. Yəni siz bunu hansı versiyada daha belə aydın açıqlaya bilərsiniz? Yəni sizcə nəyə görə çətin adlandırdılar bu imtahanı? Çox təşəkkür edirəm. Ümumiyyətlə biz elə sujetə də baxdıq. Bu imtahanın asanlığı və çətinliyi məsələsi bir qədər nisbi məsələdir. Çünki hazırlıqlı abituriyent, hazırlıqlı imtahan iştirakçısı bu suallarla tanış olur, ona rahat gəlir. Və o belə hesab edir ki, imtahan onun üçün sadə oldu. Yox, bir qədər elədir ki, əgər abituriyentin hazırlıq səviyyəsi aşağıdırsa, onun üçün artıq bu imtahan çətin olacaqdır. Bu nisbi bir məsələdir. Ancaq mən... Yox, bəlkə kütləvi formada bu açıqlanırsa, kütləvi formada bu yetersiz olursa. Həmən mən cavab verəcəm, narahat olmayın. İmtahanın məqsədinə həmişə fikir vermək lazımdır ki, biz bu imtahanı nəyə görə keçirik? Çünki buraxılış imtahanı var və qəbul imtahanı var. Buraxılış imtahanı qəbul imtahanının birinci mərhələsi olmaqla yanaşı, eyni zamanda yekun attestasiya imtahanıdır və elə respondentlərin biri də qeyd edir ki, buraxılış imtahanı mənim üçün çətin olmamışdır. Buraxılış imtahanı mənim üçün asandır. Amma qəbul imtahanlarında biz artıq fərqləndirmə aparmalıyıq. Abituriyentlərin burada fərqləndirilməsini həyata keçirmək lazımdır. Çünki siz özünüz də elə mən qulaq asılan bayaqdan dediklərinizə həqiqət payı var ki, əlbəttə bizdən tələb olunan məsələ ondan ibarətdir ki, mövcud plan yeri çərçivəsində biz abituriyentləri öz bilik və bacarıqlarına görə sıralayaq. 0-dan 700 bala qədər olan bir şkaladır. Bu imtahanda da əsas məsələ ondan ibarətdir ki, oradan da kimsə tutaq ki, 500 bal toplayıb, kimsə 550 bal toplayıb və ya kimsə 600 bal toplayıbdır. Yəni bax, bu sıralamanı biz həyata keçirək ki, o plan yerləri çərçivəsində qəbul aparılsın. İndi gələk dərslik məsələsi, məsələn, proqrama uyğunluğuna, test tapşırıqlarının Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlcədən tədris ilinin əvvəlində qəbul imtahanı proqramı təqdim olunur ictimaiyyətə. Həmin o qəbul imtahanı proqramı da dərsliklər əsasında hazırlanır. Biz onu ayrıca deyək ki, hansısa bir proqram... Amma yəqin ki, sizə efirlərdən yəqin ki, izlədiniz də, gördünüz ki, bəzi təhsil ekspertləri bunu iddia edirdilər ki, bu suallar, belə desək, dərslik proqramlarına uyğun olmayıb. Yəni, bəzi suallar, ən azı 3 sualın dərslik proqramlarına uyğun olmadığını deyən təhsil eksperti oldu. Elə Baku TV-nin efirdə dedilər bu cümlə. Qəbul olaraq elə deyil, çünki Dövlət İmtahan Mərkəzi məzmunu daim açıq saxlayır, imtahanın məzmunu hər kəs üçün əl çatandır. Biz sual kitabçalarını, imtahan iştirakçılarına təqdim edirik. Yəni, bu imtahan iştirakçıların əlindədir. Eyni zamanda biz izahları təqdim edirik. Hər bir imtahandan sonra imtahanda istifadə olunmuş suallar, onların izahı hansı dərslik əsasında hazırlanıbdır. Bax, bunların hamısını açıq şəkildə göstəririk. Bunu gizlətmək, bunu hansısa bir formada örtbasdır eləmək əlbəttə ki, mümkün deyil. İctimai bir prosesdir. Yəni, biz ictimai nümayəndələrini də bu prosesə deyək ki, cəlb edirik və ümumi bir nəzarət var. Ona görə də kimsə məsəl üçün deyə bilməz ki, hansısa bir sual proqramdan kənardır, proqramda yoxdur və ya hansısa bir sual dərslikdən kənardır, dərslikdə yoxdur. Və ən əsas məsələyə biz gələk. Çətin necədir, asan necədir və bunu necə müəyyən eləmək olar? Bax, Dövlət İmtahan Mərkəzi həmişə abituriyent jurnalının 12 saylı buraxılışında bütün imtahanların yekun statistik nəticələrini təqdim edir. Və biz oradan doğrudan da göstəririk ki, nə qədər imtahan iştirakçısı olubdur. Burada orta statistik şagirdin, abituriyentin balı nə qədər olubdur. Mən sizə məsəl üçün indi hal-hazırda bizdə qəbul imtahanlarını biz təzə keçirmişik, nəticələri hələ bəlli deyil də. Ona görə də konkret məsəl üçün rəqəmlə indiki nəticələri deyə bilmərəm. Amma təcrübə göstərir ki, bu imtahanların nəticələri bir-birinə yaxın olur. Tutaq ki, 2025-ci ilin buraxılış imtahanının nəticəsini biz açıqlamışıq, elan edəmişik. Əgər onu 2024 ilə müqayisə eləsək, orta statistik şagirdin balında hər hansı bir dəyişiklik yoxdur. 132 baldır. Həm 2025-ci ildə, həm 2024-cü ildə. Zaten ümumi ballarda dəyişiklik olanda bu qəbul ballarına da təsir eləyir də. Bu qəbul balları da aşağı düşür, yaxın qalxır. Bu mütənasib olaraq baş verən proses. Dolayısıyla tələbənin nəticəsinə çox da təsir eləmir o qəbul prosesinə. Bəli, qəbul prosesinin özündə, tutaq ki, siz onu bayaqlar elə yaxşı vurguladınız ki,
çətin olubsa hamı üçün çətindir, keçid balı məsəl üçün aşağı düşə bilər. Yox, asan olubsa onda keçid balı yuxarı formalaşacaq. Yəni bu prinsip etibarilə əslində bu imtahanın çətinliyi, asanlığı məsələsi heç müzakirə olunmamalı. Bu seçmə və yerləşdirmə məqsədi ilə Dövlət İmtahan Mərkəzinin meyarları bir-birində fərqlidir də. Dövlət İmtahan Mərkəzi çox üzr istəyirəm, sözünüzü keçirəm. Dövlət İmtahan Mərkəzi yalnız biliyi ölçmür də imtahan prosesində, biz bunu bilirik. Yəni məntiqi təfəkkürü də ölçür, vaxtın düzgün idarə edilməsi məsələsini də ölçür. Bəzi suallar həqiqətən də vaxt tapar. Yəni bu ona görədir ki, abituriyentin vaxtı idarə etməsi, sürətli reaksiya verilməsi və s. Yəni bu proseslərdəki beləsi abituriyentin belə reaksiyası da ölçülsün əslində. Yəni bəlkə bu tip tapşırıqların daha bu dəfə çox olması insanlarda fikir yaratdı ki, çətindir. Yəni məsəlcə bu sualı aydınlaşdırmaq istəyirəm ki, çətin adlanmasının bu dəfə xüsusi səbəbi nə oldu? Yəni daha çox məntiqi təfəkkür ölçən suallar oldu. Bu sosial şəbəkələrdə adətən istər-istəməz biz narazı kütlənin yazmağını görürük də. Ümumi baxsaq bu prosesdə 85 min, əgər hər 4 qrupu biz nəzərə alsaq 84-85 min adam iştirak edirdi və burada insanlar müəyyən qədər emosiyalara qapılırlar. İstər-istəməz o emosiyalar var və rəqəmlər var. Sosial şəbəkələrin elə mahiyyəti ondan ibarətdir ki, burada daha çox narazı olan kütlə, narazı olan kəsim öz fikirlərini yazırlar. Amma biz yekun nəticəni təqdim edəndə görürsən ki, bir sakitlik çökür. Biz ki, imtahan nəticələrini ictimaiyyətə veririk ki, bax, belə olubdur, orta statistik şagirdin balı belə olubdur. Ötən illə müqayisədə burada hansısa bir fərq yoxdur, ciddi bir fərq müşahidə olunmuyubdur. Onda görürük ki, sakitlik var, heç kim nəsə bir reaksiya vermir. Amma imtahandan sonra istər-istəməz o emosional hisslər daha qabarıq formada özünü biruzə verir və açıq bir məkanda hamı yazır, öz fikirlərini ifadə edir və belə bir təəssürat yaranır ki, imtahan çətin olubdur. Amma yekun rəqəmlərə baxanda görürsən ki, bu imtahanlarla bağlı, indi mən dediyim kimi hələ o nəticələr elan olunmuyub, 2 həftədən sonra biz biləcəyik. Ondan sonra artıq biz statistik rəqəmlərlə bağlı nəyisə söyləyə bilərik ki, burada abituriyentlər, imtahan iştirakçıları hansı suallara cavab verə biliblər, onların tutaq ki, hansı suallar onlar üçün çətin hesab olunubdur, orta statistik bir abituriyentin balı nəyə bərabərdir. Bax, mən indi hal-hazırda buraxılış imtahanları ilə bağlı sizə deyə bilərəm ki, məsələn, buraxılış imtahanları ilə bağlı sizə deyə bilərəm ki, bu imtahanın birinci mərhələsi idi də, hansısa bir fərq yoxdur və orta statistik şagirdin balı eyni qalıqdır idi. Qəbul imtahanları ilə bağlı yekunda biz açıqlayanda nəticələri, çünki orada bəzən insanlar 1-2 sualdan əsasən onlar üçün çətin gəlir və belə təəssürat yaranır ki, imtahan ümumilikdə çətin olur. Amma elə suallar var ki, sadəcə bir dəfə üzündən oxumaqla 30 saniyə ərzində sən həmin o sualı cavablandırırsan. Amma məsələn, bundan kimsə danışmır ki, həmin bu sual daxı asan idi. Ona görə də o bölücü, o proporsiya həmişə diqqətdə saxlanır, əvvəlcədən texniki tapşırıq hazırlanır. O texniki tapşırıqda göstərilir ki, tutaq ki, bir 30%, məsəl üçün 33% asan olacaq, 33% orta çətinlikli və yerdə qalanlarsa çətin tipli tapşırıqlar olacaq. Amma yəni, görürsən ki, bir tapşırığa görə, hansısa bir imtahanda istifadə olmuş tapşırığa görə ümumi müzakirələr aparılır və ümumi imtahanın çətinliyi ilə bağlı fikirlər səsləndirilir. Amma o asan, o 30-20 saniyə ərzində... Son bir sualı verin, Dövlət İmtahan Mərkəzi bəli imtahanlarında asan, orta və çətin bölünməklə suallara eyni dərəcədə hər zaman bu tətbiq olunub, məlum məsələ kifayət qədər ədalətlidir. Son bir sual verim sizə. Statistik məlumatlar təqdim olunur qəbuldan sonra. Yəni ən çox səhv edilən suallar hansılar olub, ən çox yazılmayan suallar hansılar olub? Bu statistik məlumatlar açıqlanacaqmı? Çünki məncə çox şeyə cavab olacaq bu məlumatlar. Biz deməli tədris ilinin əvvəlində fənlər üzrə bütün müəllimləri, ekspertləri yığırıq və imtahanda istifadə olunmuş sualların nəinki tutaq asan olub, çətin olub, nə qədər abituriyent həmin o suala cavab verib. Hətta hər bir instruktoruna nə qədər cavab verib, instruktor bilirsin nədir? O variantlar, səhv cavablar, məsələn, fəndə A, B, C, D, E. Tutaq ki, A-nı nə qədər adam seçib, B-ni nə qədər adam C-ni. Bu bizə nəyə görə lazımdır? Çünki biz müəyyən eləyək ki, bizim həmin o səhv cavabımız işləmişdir, yoxsa işləməmişdir. Yəni bu elmi təhlillərin hamısı aparılır və biz elə dəvət edirik həmin o müəllimləri ki, sentyabr ayından etibarən imtahan prosesi başa çatandan sonra biz bu təhlilləri deyək ki, yekunlaşdıra bilirik də. Dəvət edirik biz ekspertləri, müəllimləri, pedaqoji ictimaiyyəti ki, gəlsinlər onlar birbaşa iştirak eləsinlər və görsünlər ki, hansı tapşırıq imtahanda özünü necə göstəribdir, hansı tapşırıqda uşaqlar necə cavab verirlər. Onun nəticəsində də əgər hansısa bir test tutaq ki, 95% adam cavab verməyibsə, bu deməkdir ki, həmin bu test tapşırığı imtahanda işləməyibdir. Və bu 95% adam cavab veribsə, məsəl üçün mən deyirəm, bu deməkdir ki, biz məqsədimizə nail olmamışıq, seçməni apara bilməmişik. Bunların hamısı əlbəttə təhlil olunur və yekunda əgər hansı bir
qərar qəbul olunursa, o test tapşırıqlarında düzəliş olunur. Hansı test tapşırığı çıxarıla bilər, hansı test tapşırığının hansı bir bəndi dəyişilə bilər. Bax, bunların hamısı, amma elmi müstəvidə bunlar müzakirə olunur. İndi bunlar mən başa düşürəm, o bayaqlar emosiyalar məsələsinə toxunur. Aydın, siz panika məsələsini qaldırırsınız. Bu normaldır. İnsan kifayət vacib olduğuna görə bir qədər panikaya qapılmaq normaldır. Mənə elə gəlir ki, açıqladığınız, qeyd etdiyiniz statistikalar artıq elan edildikdən sonra daha da aydın olacaq hər şey mənzərə. Təşəkkür edirəm. Abituriyent jurnalının 12 saylı buraxılışını nəşr eləmişik və hal-hazırda həmin müzakirələrdə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzi elan veribdir, saytımızda var. O elanda elmi pedaqoji ictimaiyyət girib tanış ola bilər və seçə bilər ki, hansı məsələlər üzrə müzakirələrdə iştirak etmək istəyirlər. Xanım, mən təşəkkür edirəm. Çox sağ olun. Məncə suallar aydın oldu hər kəs üçün. Əziz tamaşaçılar, bir daha qeyd edim ki, bizim Dövlət İmtahan Mərkəzindən sektor müdürü Xanlar Xanlarzadə qonağımız